Demək belə. Gələk nə deyək? İnventar cədvəlimiz deyək. Və yaxud da ki, əsas vəsaitlərin qeydiyyat cədvəli. Vəsaitlərin qeydiyyat cədvəli. Tamam, qeyd etdik. Uşaqlar, birincisi də mən artıq qayıdıb əsas vəsaitləri falan izah eləməyə keçməydim. Əsas vəsaitlərimizi biz müəssisədə balansımıza aldığımız zaman, bizim olduğu zaman, onun üçün bir listə də hazırlayırıq. Siyahı da, tarix, keçmiş də hazırlayırıq onun üçün biz. Ki, yəni bu əsas vəsait nə zamandan bizdə istismara başlayıb, təmirləri nə zaman olub, hansı ildə nə qədər təmir olunub, nə qədər amortisasiya eləmişəm, qalıq dərəcəsi nə qədər olubdur, istismardan çıxarılma tarixi nə zamandır, yəni dayandırılıb, ara verilib, bunların hamısını biz tənzimləyib diqqətdə saxlamalıyıq. Çünki biz əsas vəsaitləri istifadə etdiyimiz tarix aralığında amortisasiya xərci hesablayaraq gəlirdən çıxa bilirik. Yəni, onu etmədiyimiz zaman bizim gəlirimizi azaltmağa həm icazəmiz yoxdur, həm də inventarımızı gəlirdən çıxma imkanımız yoxdur. Üçotumuzun doğru və şəffaf olması üçün, hesabatlılığımız doğru olması üçün biz onu reyslərində aparıb ona uyğun əməliyyatlarımızda yerinə yetirməliyik. Sizin hesabatlılıq və çalışma cədvəlinizdə bir inventar cədvəli mövcud idi zaten gördüyünüz kimi. İndi adlarını və içəri təyinatını dəyişdim. Hələ ki, yuxarı hissələrə diqqət etməyin, bu başlıqları buradan silim sizi çaşdırmasın. Amma əvvəlindən başlayaq. İlk öncə biz alacağımız inventara nömrə verməmiz lazımdır. Yəni, eyni modeldən, eyni markadan 10 dənə də alsaq, 100 dənə də alsaq, onların nömrələri fərqli-fərqli olması lazımdır. Bu bir mənalıdır. Misal üçün, bu stoldan bu otaqda 10 dənə var. Bu stolun nömrəsi 1-dir, o birisininki 2-dir, səndəki 4-dir. Yəni, ayrı-ayrılıqda hər stolun, yəni hər inventarın özünün nömrəsinin olması lazımdır. İnventarlaşma nömrəsi. Deyək ki, biz xaricdən dəyəri 140.000 manat olan bir tır almışıq. Və yaxud da ki, yerli almışıq, fərqi yoxdur. Amma bir tarixdə 140.000 tıra sahib olmuşuq. O tır mənim balansımda gəlibdir, amma hələ istifadəyə başlamamışım. O zaman bu cədvələ, gördüyünüz cədvələ yaza bilmərəm. Nə zaman istifadəyə başladacam, o zaman bu cədvələ yaza bilərəm. Başlayıram, tırımıza nömrə verəcəm, NV deyəcəm, tırı, nə olsun, 26 06 slash deyək, nə? 06. 16 deyək. 16'ını biraz da böyüdüm. 001 deyək, faxça buna. Envi nədir? Envi nəqliyyat vasitəsidir. Mən bunu yük maşını olduğu üçün daha da ayrı bilmək istəyirəmsə kodundan, o zaman Envinin önünə bir dənə də Y hərfi əlavə edəcəm, yük nəqliyyat vasitəsi deyə seriyalaşdıracam, ondan sonra da nömrələyəcəm. Nömrəsini necə verdim? 2026-cı ilin 6-cı ayında qeydiyyata başlayan birinci inventar deyə verdim. Və yaxud da ki, bunların hamısını kənarlaşdıra bilərəm artıq bundan sonra. 0001 deyə bilərəm. Artıq tırı nə qədər düşünürəmsə olacağını və yaxud da inventarlarımın sayını fikirləşirəm ki, müəssisəmin 100.000-dən artıq inventarı olmayacaq. Ona görə 100.000-ə qədər işarələdim. Bu oldu mənim inventarımın nömrəsi. Adına gələk. Adı olsun tır. Tır deməyək, nə deyək? Volvo yük maşını. Transit yük maşını. Aha. Böyle bazı aslında. Açıklaması tır. Burada qeyd etdik. Baxın, qısa açıqlama verdim. Burada elə bir rəsmi adı olacaq. Burada isə sənin istifadəndə olan adı. İnventarın özü nəqliyyat, bəli, növü nəqliyyat vasitəsi. Üzr istəyirəm, nəqliyyat vasitəsi yox da bu
Texnika gedəcək. Nə deyim, maşın və avadanlıq. Çünki nəqliyyat vasitəsi olduğu təqdirdə digərləri ilə qarışacaq. Yük nəqliyyat vasitəsi olduğu üçün, bəli, bunu maşın və texnikaların içərisində istifadə etməmiz daha məqsədə uyğun olacaq. Nə üçündür? 111 periodiyalı var. Bəli, bəli. Yazmağa və amortisasiya dərəcələri bunların formalarına görə dəyişir axı. Növlərə görə dəyişir. Departament nədir uşaqlar? Yəni, bu nəqliyyat vasitəsi hansı departamentdə istifadə olunacaq? Bu əsas vəsaitimiz. Deyək ki, logistika və departamentində təhvil verilibdir. Yerləşmə yeri hardadır bəs? Yəni, bu departamentdə Ələt olsun. Ələt, qaraj. Ələt 3 nömrəli qaraj. 3. İstifadəyə verildiyi tarix. Ən vacib yerlərdən biri. Nə zaman istifadəyə verilibdir? Xeyr, istifadəyə verilmə tarixini tamam 01 2023 deməyəcəm. Sizin istədiyinizi bilməyəcəm. Biraz elə çıxdı. Faydalı istifadə müddəti təyin etməmiz lazımdır buna. Varsa əgər, yox, niyə ki? Turnir olsun. Bəli, 10 il olsun. Hə, bəli. Eynən. Amortisasiya dərəcəsi. Nə qədər təyin edir amortisasiya dərəcəsini? Əslində 10% olması lazımdır. Amma biz deyək ki, heç el etmirik. Deyirik ki, bunu amortisasiya edəndə 17%-dən və yaxud da 15%-dən amortisasiya edəcək. Və yaxud da 20%-dən amortisasiya edəcək. Dərəcəni bəri başdan seçirik. 20%. Ne belə olur? Narahat olma. Son qalıq likvidasiya dəyəri. Biz qəbul edirik ki, tırımızın ilkin dəyərinin 5% olaraq bunu qəbul edək. İlkin dəyərimiz nə qədərdir? 140 min. Yox, satış qiyməti yox. Tırı mən istifadəyə verənə qədər almağım, üstünə xərclərimi qoymağım, hər şeylə bir yerdə. Mənə neçə başa gəlib? Bəli. İstifadə verəndəki dəyəri. Bəli. 140 min. Son qalıq likvidasiya ilkin dəyərimin 5% olaraq qəbul edəcəm. İlkin dəyərimin, hani bunun qırağı vurulsun, 5%. Aha. 7.000. Son qalıq likvidasiya dəyəri də 7.000 oldu. Bizi qane edir 7.000. Tırı 7.000-ə sata bilməzsən. Ona görə bizə daha doğru bir rəqəm lazımdır. Ən azından 25% qalsın. Ki, heç olmasa bir pul eləsin. Tır kim sata bilər ki, məsələ təkərləri yoxdur, qarabqa çıxıb düzəltdirərsən, sürərsən. Ki, olsun. Daha 5%-lə 25% arasında olan əməliyyat bu idi. Bəzilərində 5% kifayət edəcək, bəzilərində etməyəcək. Amortisasiya dəyəri. Son qalıq likvidasiya 35.000 təyin etmişəm. İlkin dəyərimdə 140 mindir, bəli. Amortisasiya dəyərin bərabər olacaq. Son qalıq likvidasiya, daha doğrusu ilkin dəyər çıxılsın, son qalıq likvidasiya. 105.000-də amortisasiya dəyərim oldu. Yığılmış amortisasiya bir şey yazmıram. Son qalıq hissəsi yazacağım ki, bərabərdir. İlkin dəyər çıxılsın, yığılmış amortizasiya. Hər zaman bu belə olacaq. Buranı niyə saxladım uşaqlar? Çünki hesablamanı aparanda həm düz xətlə, həm azalan qalıqla, həm funksional metoddan aparacaq. Və bu bizə lazım olacaq. Gəldik nəyə? Təmir tarifinə. Deyək ki, təmirimiz birinci ildə təmir xərcimiz olubdur 5.000 manat.
və onun tarixi nə zaman olsun? Deyək ki, 15 noyabr 2023-cü ildə. 15-11-2023. Deyitimizi də verək. Aha, oldu. Təmirin məbləği nə qədər olubdur? 7000 olsun. 7000 təmirimizin məbləği olubdur. Buraları isə boş qoyuram ikisində. Qalsın. Bu mənim inventar yerim idi. Şöyle sualımın bütün tərkib hissəsi buradadır. Nə lazım idisə mənə, hər biri burada var. İndi bu sualı gəlin həll edək. Zəhmət olmasa, artıq düz xətt metodunu siz çalışmışsınız. Düz xətt metodu ilə həll edib mənə yığılmış amortisasiyamı deyə bilərsiniz nə qədər? Birinci ilin yığılmış amortisasiyası. Birinci baxaq yanaşmamızı eləyək, düz xətt metodu ilə dedik. Mənə yığılmış amortizasiya lazımdır. Bərabərdir deyirəm yığılmış amorti yerində. Yığılmış amortizasiyanın hesablanan məqsədləri üçün ana predmetlərimiz nə idi bizim? Faydalı istifadə müddəti idi. Bir də nəyi amortizasiya eləyəcəkdik? Yəni amortizasiya dəyəri idi. Bərabər deyirəm, amortizasiya dəyəri mövcuddur bu. Bölürəm nəyə? Faydalı istifadə müddətinə. Bəli, 10.500 manat. Və mənim son qalığım nə qədər edir? 129.500 manat. Yəni, bu içərisində likvidasiya da var. Yəni, mən qalığımı belə görmək istəyirəm. 500 çıxıb 129. Bəli. Bu, düz xətt metodu ilə idi. Amma bizim burada bir əlavə şərtimiz də var. Yəni, siz tətbiq etməmişsiniz. Həmin dövrdə, yəni 2023-cü ildə biz bu nəqliyyat vasitəsindən 7000 manatlıq da xərc çəkmişdik. Yük nəqliyyat vasitəsinin təmir xərcinin gəlirdən çıxılma norması 8%-dir. Yük nəqliyyat vasitəsinin təmir xərcinin gəlirdən çıxılan xərc kimi yazılmasının, yəni birbaşa xərcə getsin. Norması 8%-dir. Nəyin 8%-i? Qalığımın 8%. İlkin dəyəri. Bəli, indi mənim hələ ki köhnə dövrüm olmayıb ki, amortisasiyadan sonraki proses olmayıb ki. Hə, amma mən bunu təmir xərci sonda çəkmişəm və mənim son qalıq dəyərim mövcuddur. 129.500 manat. Bəli, mən 129.500 manat üzərində hesablayacağım. Gəlin bir, burada da yazılıb, təmir xərcinin gəlirdən çıxılma norması. Deyirəm, bərabərdir. Qalıq dəyəri vurulsun 8%. Yəni, amortizasiyanın gəlirdən çıxılma norması. Daha sonra təmir xərcinin gəlirdən çıxılma norması. Standartdır. Standartdır. Ancaq yük var. Yük nəqliyyat vasitələri üçün standartdır. 10.360 manat mən gəlirdən çıxmaq üçün normam var. Xərcim nə qədər olubdur təmir xərcim? 7.000. 7.000 bu norma daxilindədir, düzdürmü? Deməli, onda birbaşa ilə gəlirdən çıxacam. Bəs o zaman təmir xərcinin kapitallaşan hissəsi məndə nə olmalı idi yazmağa? Əgər 10.360-dan böyük idisə, böyük olardısa mən bura rəqəm yazardım. Böyük olmadığına görə mən bura 0 dəyər qeyd edirəm. Kapitallaşma hissəsi, yəni əlavə biz pul qoyacaq. Elə bir şey olacaqdır. Xərc 7.000 olmasa. Xərc 7.000 olmasa. Xərc 15.000 olsa. 15.000 olsa xərc. Gəlirdən çıxacağım hissə nə qədərdir? 10.360. 15.000-dən 10.360-ın çıxacaqdı. Yerdə nə qədər məbləğ qaldı deyək. Gəlin niyə elə edirəm ki, kifayə. Yazıram elə bu 7.000-dən bir dənə də 1 qoyuram. Təmir xərcim 17.000 olsun. O zaman kapitallaşan hissə olacaq 17.000 çıxılsın 10.360. Bəli. 6.640 manat. Bu qədəri də kapitallaşacaq. Bu mənə nəyi verəcək bilirsiniz? Mən ikinci ilin şeyi hesabladığım zaman, amortizasiyasını hesabladığım zaman 6.660 gələcək 129.500-ün üstünə. Yəni qalıq dəyərinin üzərinə. Çünki mən bunu xərcə silə bilmirəm və əsas vəsaitin dəyərini əlavə edirəm və artırırım. İndi gəlin həmin prosesi
Nə üzərindən gedək illər üzrə? Bu əməliyyatımızı düz xətt metodunun üzərindən gedək. İlkin dəyərimiz nə qədər idi? 140 min. Amortizasiya dəyərimizi bilmirik. Son qalıq likvidasiya dəyərimiz nə qədər idi? İlkin dəyərin 25% idi. 35 min. 105 min amortizasiya dəyərimiz oldu. Dərəcə faydalı istifadə müddətimiz də 10 il olsun. Və gələk əməliyyatımıza. Birinci ildə 129.500 nəticəni verdi yenə bizə. Amma burada məsələ nə yerdədir? Bizim həm də təmir xərcimiz var axı, ümumiyyətən. 17. Bəli. Təmir xərcində inventarda görürük ki, növbəti il 6640 manat mən əlavə etməm lazımdır. Əsas vəsaitin dəyəri. Bəli, əsas vəsaitin dəyərinin üzərinə artırmam lazımdır mənim. Yəni, mən gəlib amortizasiyanı hesabladığım zaman, düz xətlə bölüşdürməni apardığım zaman, təzədən bir bölgə əməliyyatı getməsi lazım olacaq. Yəni, dəyəri təzədən bir hesablamam lazım olacaq. Kapitallaşma olduğuna görə, yerdə qalan il üçün mən bir hesablamalıyam uşaqlar. İkinci, neçə il idi məndə? Deyək ki, 10 il idi də. Bunları biraz da çəkim aşağı. Gəlsin 10 il olsun. Aha. Birinci ilim getdi. İşarələyirəm. Deyək ki, sarı. Gəlirəm ikinci ilə. İkinci ildə artıq bura 140 deyil axı. Və yaxud da burada 105 deyil axı. Mənim bu dəyərim azalmışdı. Deyək ki, 129 min. Gəlib çatmışdı. İndi 129 min üzərinə bərabərdir. 129 min plus nə qədər idi o? 6640. 136.140'dır. Mənim yığılmış amortizasiyam nə qədər olacaq? 136.140 bölünsün 9 il. Yerdə qalan 10. Yerdə qalan il. Yəni 1 il getdi artıq. Böldüm 15.126.67 eləyəcək. O zaman mən ikinci ilini hesabladığım zaman, yəni bu təmir məbləği yox, belə deyək, yığılmış amortizasiyam, burada. Yığılmış amortizasiyamın üzərinə dəyər əlavə etdiyim zaman artıq mən bura ikinci hesabladığım forma ilə, yəni 15.126 əlavə edəcəm. Ki, bu qədərində verdim amortizasiya. Fikirləşməyin, orada biz hər il yazacağıq o inventar cədvəlində. Biz ora hər ili yazmayacaq. Biz ora bir dəfə yazacağıq bir inventarı və bir il ərzində bir dəfə qeyd olunacaq. İkinci də keçdiyimiz zaman təmir xərci falan yerləri silinəcək. Amma yekun qalıq rəqəmləri olduğu kimi qalacaq. Bir dəyişiklik olmadan. Yəni, cədvəllər bizdə illik hazırlanacaq. Və harada? Bəli, çıxmalıydım. Bir dəqiqə. Bunun üzərində, son qalıq dəyərinin üzərinə gəldik də, bəli, düz deyirsən. Çıxmaq yaddan çıxıb qalıb düşərlər. Likvidasiyanı bərabərliyi bağlayaq. Aha. Bəli, indiki rəqəmim düzdür. Bu da bu formada gedəcək. Təmir xərcinin ana prinsipini başa düşdünüz nə formatdadır? Yəni, sənə çəkdiyin xərci tam məbləğdə xərc yazmağa icazə verilmiş. Deyilir ki, sənə bir norma verirəm. O norma daxilində xərcə yaza bilərsən. Normadan artıq hissəni qalıq dəyərinin üzərinə əlavə eləməlisən. Normanı da hesablayanda rəqəmi nə qədərdir? İlin sonuna olan qalıq dəyərinə vurub hesablaman lazımdır. Yəni 129 minə. Bu formanı gedirəm artıq. Təmir xərcinin digər tərəflərini deməyəcəm. Amma onu təzədən evdəki çalışmalarda üzərinə əlavə edərək getməlisiniz. Düz xətt metodu ilə birinci qayda olaraq əməliyyatımı hesabladım. Düz 10 il müddətinə verdiyimiz şərtə uyğun olaraq. Keçirəm təzədən inventarlara. İkinci şərtlə əməliyyatları hesablamağa başlayacağım. 10.500'ü silirəm. Düzdürəm, yox 10.500 silməmişdim. Yığılmış amortizasiyamı silirəm. Digərləri olduğu kimi qalsınlar. İnşallah gələk azalan qalıq metodu ilə həmin əməliyyatları aparmağa.
Azalan qalıq metodumuzu bir önə gətirək. 140 min manat. Ya da siz hesablayın, sonra mən hesablayayım. İndi azalan qalıq metodunu ən azından bir 3 il hesablayın. 140 min manatı. Nəqliyyat vasitəsi. 71.680 Gəlirəm. 140 min azalan qalıq metodu ilə ilkin dəyəri. Amortizasiya dəyəri elə 140 minin özü. Amortizasiya dərəcəsi 20%. Murad, eşidə bilmirəm. Faydalı istifadə müddəti yenə 10 il, amma bizim hesablamamıza təsiri yoxdur. Deyək ki, son qalıq likvidasiya dəyəri bura 35 min yazsan da, sən artıq bunu faydalı istifadə müddəti ilə getdiyinə görə heç bir hesablamaya təsir etməyəcək. Aydındır. İndi gəlib baxaq. Bəli. 112 min birinci ilin sonudur, ikinci il 89 min, üçüncü il 71 min 680. Yığılmışlarımız 68 min 320'dir. Doğrudur mu rəqəmləri? Bəli, bu da azalan qalıq metodu ilə idi. Bu fəaliyyətə təkrar atacağım sizə hesablamalarınız üçün. Deməli, azalan qalıq metodu da uyğundur sizdə. İndi isə istehsal vahidi metodu edəcəyik. Amma öncə bura bir əlavə etməmiz lazım uşaqlar. Yəni şərtimizə əlavə etməmiz lazımdır. Mən deyim ya da ki, burada bir yerə qeyd düşün. İndi Hüseyin, o Hüseyin. Bəli, deyəcəm. O Nə Hüseyin. olsun? Ümumi istifadə həcmi 1 milyon. Birinci il 143 min kilometr. İkinci il 200 min kilometr. Yürüs ama versiyonu. Yok. 3, 4. Deyək ki 78.500 kilometr. Dördüncü il 123.549 kilometr. Uşaqlar, bu yazdığım kilometrlər nədir? Bizim bu tırın, hal-hazırki tırın istifadəyə verildiyi tarixdə sonraki hər il getdiyi kilometraj, yəni hərəkət etdiyi yol, istifadə etdiyi yol. İndi gələk əməliyyatımıza. Zəhmət olmasa 4 il üzrə deyə bilərsinizmi və yaxud da ki hesablayın ki, bizim getdiyimiz yola görə nə qədər amortizasiya, yığılmış amortizasiyamız olub və son qalığımız nə olur illər üzrə. Bir də bu formada hesablayaq. Deməli, ilkin dəyərimiz inventar cədvəlimizdən gördüyümüz kimi 140 min idi. 140 min. Qeyd etdik. Amortizasiya dəyərimiz də 140 mindir. Hər hansı bir son qalıq likvidasiya təyin etməmişik. 1 kilometrə düşən xərcimiz 2 manat 33 qəpikdir. Hardan tapdıq? Çünki burada faydalı istifadə müddəti kilometrdə 60 min kilometr yazılır. O da 140 mini bölür 60 min kilometrə gəlib 2 manat 2 manat 33 qəpik eləyir. Baxın, bizim faydalı istifadə müddətimiz nə qədərdirsə, yəni həcmimiz nədirsə, həmin həcmə bölürük ümumi dəyəri. Yəni amortizasiya edəcəyimiz dəyəri. Sabahlarım deyək ki, İlqar mənim başqa sual verdi və yaxud da ki, İKdə rəhbəriniz dedi ki, bu tür 40 min manat olanda satacağıq. Yəni son qalıq təyin elədi ona, likvidasiya təyin etdi. O zaman sən son qalıq likvidasiya dəyərinə 40 min yazdığın zaman məbləğ olaraq yox, 40 minin kilometraj qarşılığını yazman lazım olacaq. Yəni sən bunu artıq 100 min amortizasiya edəndən sonra silmən lazımdır. O zaman amortizasiya dəyəri olaraq 100 min manat seçmən lazım olacaq. 140 mindən 40 min çıxıyor. Bəli. Bizə indi hal-hazırda nə vermişdilər? 1 milyon kilometr verməmişdilər şərtdə istifadə edəcəyik deyə. 14 qəpik. Sizdə nə idi? 190. Böyle düz atıyorsunuz. Qəpik səhv eləmişim. Mən faydalı şeylər olmuş.
Əsas məsələ odur ki, dəyərin bölünməsini yaddan çıxartmayın bir ətəb. Bunu faiz olaraq da eləyə bilərsiniz uşaqlar. Misal üçün, birinci il neçə kilometr yol qət edib? 143 min. 143 min 1 milyonun neçə faizidirsə, 140 minin də o qədər faizini bu hesablasanız amortizasiya xərcini gəlib eyni rəqəm alacaqsınız. Sual verə bilərəm müəllim. Verərsiniz. Ümumi istifadə həcmi biz faydalı istifadə müddətimiz kilometrdə seçirik. Hansı Bax, faydalı istifadə müddəti yazmışam. Həm zamana görə də bunu eləyə bilərsiniz. Eyni zamanda kilometrə görə də eləyə bilərsiniz. Sabah burada bu dəzgahı olar, saatdan olar. Kilometri seçib saat boyu eləyəcəksiniz. Dəfə olar, ədədlə, atma sayı deyildi o günlərim. Bunu dəfə olaraq yazacaqsınız vahidinə. Fərq etmir yəni. Neçə dəfə istifadə edə bilərəm, neçə kilometr istifadə edə bilərəm, neçə saat istifadə edə bilərəm. O mənim ümumi dəyərimin tam xərc olacağı vaxt. Ha? Fərqli rəqəm İstifadə həcmini dəyişsəydin, tırın istifadə həcmini kilometrlə ölçməyib, saatla ölçsəydin, yenə də eyni rəqəm. Eyni rəqəm deyəndə yəni saatına görə dəyər alacaqdın yəni. Bu rəqəmlər 1 milyon olsaydı, 1 milyon saatdan sonra desən ki, əgər bu tam amortizasiya olacaq, yenə bu cür hesablayacaqdın. 140 mini 1 milyona böləcəkdin, 14 qəpik, saatını 14 şey eləyəcəkdin. 14 qəpik eləyəcəkdin. Gedək. İndi gələk birincinin istifadəsinə. Nə qədər olubdur? 20 min, 20 143 min kilometr olubdur. 20 min 20. Dərəcə nə oldu? 14.30. Qalıq nə oldu? 119.980. Keçdim ikinci ilə. Daha doğrusu bunu görüm eyni effekti əldə edəcəmmi? Tamam. Sizdə də rəqəmlər belədirmi? rəqəm yüksəlməyəsin. Listə var. Deməli, mən bunu sizin də eləməmişsiniz, mən eləyim. Çünki birazdan sizi orada dolaşdıracağım. 10 il. Tamam. Bu nədir? Hə, o bir tərəfdə yoxdaq ona görə. Burada rəqəmlər yoxdaq ona görə. Tamam, onları həll edərik. Hə, bu da funksional metodumuz və yaxud da ki, istehsal vahidi metodumuz uşaqlar. Siz artıq bir inventarı bu formada hesablaya bilirsiniz. İndi isə bu hesabladığımız inventarın hər hansı birini başlayaq düz xətt metodundan və gələk başdan sona qeydiyyatın aparmağa. Harada aparacağıq? Gələk deyək ki, əməliyyat jurnalımıza və sıfırladım. Dövriyyə balans cədvəldə sıfırlandı. Sınaq balansım hələ ki dolduracağım. Əlinə gəlin bunları da sıfırlayım. Ya da qalsın. Hə, uşaqlar, indi müxabirləşmələrimizə başlayaq. Əməliyyatı qeyd eləməyimizə başlayaq. Birinci bizim nə baş vermişdi? 140 minlik nəqliyyat vasitəsi almışdıq. Hansı tarixdə almışdıq onu? 01-2023-də almışdıq. 2023-cü ildə nəqliyyat vasitəmizi almışdıq. Hesabımızın adı olacaq nə? Nə? Əsas vəsait. 111. Kapitallaşmış. Bəli. Əsas vəsaitin kapitallaşması. İkincisi nə hesabım olacaq? Qısa müddətli kreditor borclar hesabım və yaxud da ki, kimə borclanacamsa onun adını qeyd edəcəm. Hələ ki, burada yazacaq qısa müddətli kreditor borc. Onu da qeyd etdim. Gəldim açıqlamağa. Nə idi burada bizim inventarımızın adı? İnventarlar, maşın və avadanlıq. Bəli, Volvo yük maşını. Yəni, necə keçirə bilərik, mən də orada.
Tamam. Kimdən almışıq Volvo-nu? Deyək ki, Cahan Motors'tan almışıq. Motors MMC. Yəni onu da qeyd etdik. Cahan Motors MMC'nin hesab nömrəsi 531. Əsas vəsaitin kapitallaşması hesabı 113. Rəqəm 140.000. Yenə 140.000. Birinci əməliyyatı qeyd etdim. Uşaqlar, niyə 113'ə qeyd etdim? Çünki bu 140.000'in üzərinə istifadəyə verənə qədər ki, məndə başqa əməliyyatlar ola bilər. Və yaxud da mən ola bilər ki, heç bunu 2023-cü ilin yanvarında almamışam. Başqa tarixdə almışam, amma istismara 2023 yanvarın 1-də vermişəm. Yəni alınmazlı müxabirləşməsi ilə istismara verilməli müxabirləşməsi fərqlidir. Alanda bu müxabirləşməni verirəm. Debit 113, kredit 531. İstismara verəndə isə artıq 113 yerin dəyişir. 113 keçir kreditə, debitə keçir əsas vəsaitlərin özü. Baxın, debit, əsas vəsait. Biz nə oxuduq? Dedik ki, yalnız əsas vəsaiti eləyə bilirik, amortisasiya verə bilirik. Ona görə biz bunu istifadəyə verməmiz lazımdır. Hardan gəlibdir o əsas vəsaitə? Əsas vəsaitin kapitallaşması hesabında. Əsas vəsaitimin adı nə idi? Volvo Transit. Kapitallaşmadakı adı da Volvo Transit idi. Əsas vəsaitin hesab nömrəsi 111. Kapitallaşmanın hesab nömrəsi isə 113. Dəyər dəyişməyib. Çünki hər hansı bir əlavə xərc çəkməmişəm. Rastamoşka etməmişəm, nə bilim, üstünə bir rüsum gəlməyib, buna bəzəkli bir nömrə almamışam, üstünün tentini dəyişməmişəm. Yəni istismara verənə qədər başqa bir xərc çəkməmişəm. Neçə almışdımsa, bəli, aktivin yer dəyişməsidir. İkinci əməliyyat. Verdim istismara. Gəlirəm inventar cədvəlimə. Burada bizdə hansı əməliyyat var idi bir dənə? Gedək sonluğa doğru. Bəli, noyabr ayının 15-də 17.000 manatlıq təmir xərci çəkmişdik. Daha doğrusu bu ildə nəqliyyat vasitəmizə. Gəlirik, təmir xərcinin çoxunu aparırıq. Hara getdi? Xərc varsa ortada nə olacaq? Debit. Xərclər debitdə artır, kreditdə azalır. Debitə yazıram təmir xərci. Tarixini yazaq. Neçə dekabr idi, noyabr idi? 11 fərqi yoxdur, 11 2023 yazaq. Təmir xərcimiz açıqlama olaraq, yəni daha doğrusu xərc hesabımızın adını yazdıq. Daha doğrusu nə deyə? Sair əməliyyat xərci. Xərcin açıqlamasına deyək təmir xərci. 731 17.000 manat. Kim təmir edib? Hansısa servis təmir edibdir. Biz nə bilək ki? Qısa müddətli kreditor ağıllı fikirdir. Vasitəçi bu olubsa təmirimlə də o məşğul olsun. Yenə 531 17.000. Baxın uşaqlar, xərcimi qəbul etdim. Bunu da etdim, hələ ki dursun. O gələcəkdə ora, hələ ora gəlməmiş. Gedir yolda. İndi uşaqlar, bura qədər aydındır. Aydın deyilsə xahiş edirəm, sualları verin. Çünki bundan sonra başqa mərhələ açılır. Mən o sualları cavablandırıb, ondan sonra davam edək. Sual. Bura qədər suallarınız. Əsasın sahibi qalmalar. Neydi bakmamız? Sen neydi bizi korkunun? Söyle. Bakın ettiğim şey neydi? Birinci, rəngləyirəm sizin üçün. Sarı rəngdə olan istənilən aktivin alış müxabirləşməsi. İkinci, yaşıl rəngdə olan çox getdim. Bir dəqiqə. Hələ onlara çatmamışsınız. Yaşıl rəngdə olan
Bu isə istismara verilmənin müxabirləşməsi. Üçüncü, sadəcə xərc hesablamasıdır. Yəni, təmir xərcinin hesablanmasıdır. Adi icarəniz kimi, müxabirləşməsini verdiyiniz kimi, hüquq xidməti alanda verdiyiniz kimi, mühasibatlı xidmət alanda verdiyiniz kimi. Burada şey qeyrə, nə var? İfadə Yox, o ayrı mərhələdir, ayrı cədvəldir. Tamamilə doğrudur. İndi rekordu saxlayıram bir 5 dəqiqə. Buradaki mekanizmayı İndi siz yapıyorsunuz. yoxdur. İndi belə bir situasiyamız var. Gəlirik amortizasiyamızın özünə. Düz xətt metodumuza. Mən gəlim buradan rəqəmimizi tapım. Düz xətti seçdim. Deyir ki, birinci il 10.500 manat yığılmış amortizasiyamız olur. Gəlirəm əməliyyat jurnalıma və okey deyirəm. Yığılmış amortizasiyanın hesabı nə idi? 112 nömrəli hesab idi. Və burada belə bir situasiyamız var. Xərc əmələ gəlibdir, amortizasiya xərci. Birinci artan şey amortizasiya xərci olacaq. Amortizasiya Xərc kimi yazılır. xərci, bəli, xərc kimi tanıdım. Yazıram, belə açıqlaması da onun kimi amortizasiya xərci, daha doğrusu bura amortizasiya deyək, bura sahib əməliyyat xərci deyək. Niyə sahib əməliyyat? 5731. Niyə sahib əməliyyat xərci dedik? Çünki bizim sualımızda bəlli deyil ki, bu istehsalat sahəsinin avadanlığıdır, satış sahəsinin avadanlığıdır və ya nəqliyyat vasitəsidir, yoxsa inzibatınındır. Bizim üçün bəlli deyil. Bəlli olmadığına görə biz onu sahib əməliyyat xərci kimi qəbul etdik. Açıqlaması da oldu amortizasiya xərci. Sağ ol. Hesab nömrəsi də 731 olaraq işarələdim. Dəyər olaraq 10.500 də düzdürmü? 10.500. Bu hardan kreditləşir bizim üçün? Yığılmış amortizasiya hesabından. Yığılmış amortizasiya. Aha. Yığılmış amortizasiya hesabından. Nəyin yığılmış amortizasiyasıdır bu? Volvo Transit yük maşını amortizasiyasıdır. Hesab nömrəsi də 112-dir. 10.500. Deyək ki, bunu da verək. 31, 12, 2023. Nə? Yox, hələ ödəniş falan işlə yazmır. O ödəmə əməliyyatları zaten sizin üçün rahat əməliyyatlarıdır. Alışınızın ödəməsini edəndə kreditorun debiti, pul vəsaitinin krediti olacaq. Sizə də pul gələndə tərsinə yazın. Ha? 10.500 bankaya yazılır. Niyə banka yazıram ki? Amortizasiya xərcini ödəyirəm ki mən. Ödəmirəm axı. Baxın. Bu mənim oldu yığılmış amortizasiyam, düzdür? Bəs mən bunu debiti olmadan gəlirəm, baxın, indi dövrəyə qalx cədvəlində burada indi üstüləri silmişik, sizə göndərdiyim hardaydı? Niyə silmişəm mən bunu? Kaş ki silməzdim. Baxın, 112-nin debiti əmələ gəlmədən krediti var. 112 nömrəli hesabın debiti əmələ gəlmədən krediti var. Səbəb nədən ibarətdir? Birinci, bu yığılmalıdır. Günbəgün, ayba-ay, ilbə-il. Mən hansı tarixdə istəyirəmsə, o tarixdə aktivin dəyərindən azaltmalıyam. İndi deyək ki, bu il mən bunu aktivin dəyərindən də azaldacağım. Nə olacaq? 112 nömrəli hesab keçəcək debitə. 112 nömrəli hesabın debiti nə qədər? 10.500. Eyni zamanda uzun müddətli aktivimin, yəni əsas vəsaitimin, əsas vəsaitimin də kreditinə gedəcək. 111. 10.500. Bunu da verdim. İndi uşaqlar, bunu dövrəyə qalx cədvəldə də yığacaq yığmağına. Amma birinci bir dənə əməliyyatımız qaldı, onu da etməmiz lazım. Qardaş, Hansı pulu? təmin Ha, təmir xərclərini hələ nəzərə almamışıq. Təmir xərcini nəzərə almışıq,
Təmir xərcini bölüşdürməmişik. Biz nə dedik? Bəli, tamamilə razıyam. Biz nə dedik? Dedik ki, inventar cədvəlindən baxaq. 17.000 təmir xərcimiz var. Təmir xərcinin xərc norması 11.200-dür. Kapitallaşan hissə isə 5.800-dür. 11.200 və 5.800 yadda saxlayaq rəqəmləri. İndi gəlirəm. 11.200 qaldı yerində. Amma 5.800-ü kapitallaşdırmalıyam. Yəni, əsas vəsaitimin debitdə artırmalıyam. Nə qədər? 5.800 manat. Və kreditində nə olmalıdır bunu? Mən o ümumi 17.000-i hara vermişdim? Xərcə. 731'ə. Bəli. Kreditdə də olacaq 731 sahə əməliyyat xərci. Yəni 731'ə verdiyim 17.000'lik sahə əməliyyat xərcinin təzədən 5.800 manatlıq hissəsini əsas vəsaitin qalıq dəyərinin üzərinə gəlmiş oldu. Yəni əsas vəsaitinin qalıq dəyəri dəyişmiş oldu. Uşaqlar, yenə də ödəmə söhbətinə girmirəm ha, yəni burada heç bir əməliyyatın ödənişini aparmıram. Sadəcə hesablama tərəfini aparırım. İndi bu bizim nömrələrimiz. 11.200 kapitallaşması nədə qeyd olunur? 11.200 kapitallaşmır ki, 11.200 qaldı xərcdə. Ramı xərci. 731'də qaldı, bəli. Baxın uşaqlar, indi formulanı təzədən göstərirəm sizə. Xahiş edirəm, diqqətlə baxın. Sizə keçən səfər evdə alınmamışdı. Mən buradan bir-bir seçmək istəmirəm ki, hansından neçə dəfə qeyd eləmişəm yazı olaraq, nömrə olaraq. İşarələyirəm hamısını. Boş bir yer tapıram. Vurdum orada, müstavit. Bütün rəqəmlər olduğu kimi gəldi. Bu qədər rəqəm müxabirləşmə aparmış. İşarələyirəm hər birini. Axıra qədər bu formada. Və məndə burada data və burada bu işarə var, görürsünüz. Üzərində vurmuşam. Remove, bəli, duplicate deyibdi, yəni. Təkrar yazılanları sil, vahidə çatdır deyə vururam üzərində. C kolumundakıların hamısını deyirəm. Deyir 7 dənə var. 5'ə düşəcək, deyirəm düşsün. Deməli, 5 dənə hesab üçün uyğundur. Və burada o biri tərəfə aparmamışdan qabaq deyirəm bunları A-dan Z-yə düz. Yəni sırayla nə olsun? Sırayla olandan sonra kopyaladım və dövrə balans cədvəlində gəlirəm bu hesab nömrəsinin yeri var. Orada 1-2-3 deyib əlavə edirəm. Bu niyə belədir? Bəli. Əvvəl kimi göstərir. Düzəltdim uşağı. İndi hesab nömrələrimizin adını yazaq. Əsas vəsait. Bəli. Nə deyək? Əsas vəsaitin kreditorumuz və sahə əməliyyat xərci. Gəl formulamıza. Samifimizə. Bərabərdir. Mən axtardığım şey nədir? Bu hesabların debitlərindəki rəqəmlərin cəmi. Onlar məndə hardadılar? Əməliyyat jurnalındadır. Birinci bu aradakını sileyim. Artıq mənə lazım deyil. Bəli. Gəlirəm, bərabər dedim. Sum, if, sum if'in üzərində 2 dəfə vurdum. Range 2 nöqtə ilə ayrılır məndə. Bəli, range'im mən aralığımı axtarmam lazımdır ki, bunları harda axtaracam mən? Bu 111'ləri mən harda axtaracam? 112'ni hardan axtaracam? 113'ü hardan axtaracam? Gəlirəm əməliyyat jurnalına. Deyirəm ki, buradan axtar.
bunların içərisində. Və nöqtə vergül deyirəm. Qoya bildimmi nöqtə vergül? Bəli. İndi keçirəm təzədən sonraki hissəyə. Mənə deyir ki, buradakı axtardığın kriteriyanı mənə denən. Yəni bu siyahının içərisində nəyi axtarırsan? Mən də deyirəm ki, dövrəyə qalıq cədvəlindəki 111-i axtarıram. Nöqtə vergül deyirəm yenə. Bağladım. Sonra deyir ki, yaxşı, bəs tapdım deyək ki, mən onu. Hansı rəqəmləri cəmləyəcəm? Məbləğləri hardan tapacam? Yəni, məbləğlərin aralığı haradır? Deyirəm, hə, o da buradadır. Debiti axtardığıma görə sən gəl debitlərin içərisindən cəmlə. Rəqəmləri buradandır. Və mötərizəni bağlayıram. Enter deyirəm. Çıxardır ki, 111'im 145.800 manatdır. Bəli. Və mən bunu sabitləmək istəyirəm ki, aşağı tərəfə çəkəm. Gəlirəm, aralıqların olduğu yerində qalmaları üçün aralıqları dollar deyirəm. Amma kriteriya toxunmuram. Yenə gedirəm məbləğin aralığında dollar işarəsi verirəm. Və indi çəkəcəm aşağıya qədər. Və gəldi. 731'də artıq 27.500 manat göstərir. İndi baxacaq onlar hardan formalaşır bir-bir. Və 531'də debitində heç bir rəqəm göstərmir. Eyni əməliyyatı uşaqlar təkrarən bir də yazıram, amma kredit üçün yazacağım. Bərabərdir deyəcəm. Sum if və sum if'in üstündə 2 dəfə vuracağım. Yenə məndən range istəyir ki, axtaracağın aralığı, yəni kriteriyanı hansı aralıqda axtaracaqsansa, onu mənə deyirəm əməliyyat jurnalı. Yenə gəlirəm hesab nömrələrimə. Deyirəm, buradan axtaracaqsın. Nöqtə vergül deyib bağlayıram. Məndən yenə kriteriyanı soruşur. Dəyişməzdir mənim üçün. Deyirəm, kriteriyan budur. Yenə nöqtə vergülle bağlayıram. Məbləğləri soruşur. Yəni, samın özünü soruşur. Deyirəm, hə, o da buradadır, narahat olma. Nəyi axtarıram? Kreditini axtarıram. Ona görə gəlirəm kredit rəqəmlərinin məbləğləri yazılan yeri. Mötərizəni bağlayıram və verdim. Deyir ki, 111'in kreditində də 10.500 var. Və yenə bu əməliyyatı sabitləməm üçün aralıqları dollarlayıram. Kriteriyaya dəymirəm. Yenə aralıqları dollarlayıram. Və aşağıya çəkirim buraya qədər. Kredit rəqəmlərim də artıq hazırdır. Kriteriya hesab nömrələri. Bəli, kriteriya hesab nömrəsinə görə axtarış edirəm. Sabah orada adı da kriteriya seçə bilərəm. Adam adında kriteriya seçə bilərəm. Əməliyyat jurnalından girərəm. Deyərəm, ancaq Laləzar adı yazılan nə varsa, get onun debitdəkilərini cəmlə gətir. Və hesab nömrəsi də 533 deyərəm. Gider Laləzarın əmək haqqı hesabında olanların cəmləyər debitini. Bizdən nə qədər ödəniş alıb götürüb gələr. Satış hesabında da. Əlbəttə. Hansı meyvəni kim, hansı bazarda nə qədər satır? Bəli, hamısına görə onu samiflə verə bilərsiniz. İnşallah gəlirəm nəyə? Buradakı hesablarımızın neçəsi debetdə artır? 3 dənə aktiv hesabımız, bir dənə xərc hesabımız. Bunlar debetdə artır. Ona görə qalıqları debetdə qalacaq. Və qalıqlarını hesablamaq üçün deyirəm, artdıqları yer çıxılsın, azaldıqları yer. Enter və bunu çəkirəm hara qədər? Deyək ki, 531'ə kimi. Yəni, kredit hesaba qədər. Eyni əməliyyatı xərc üçün də edirəm. Artdığı hissə çıxılsın, azaldığı hissə 21.700 manatda bu. Yalnız pasif hesab üçün deyirəm bərabərdir. Artdığı yer kredit, azaldığı yer isə debitdir və bərabərdir deyirəm. Şöyle, mənim balansım etdi bu. Amma indi burada bir nüansımız var. Bu nüansda nə edəcəm? Mən gəlirəm əməliyyat jurnalına.
Və burada bəzi əməliyyatları siləm. Baxın, bu dəyərləri yadda saxlayalım. Mən necə edim bunları? Birinci bunu silim, sonra bunu silim. Bunları bir-bir silməkdə səbəbim var uşaqlar. Sonra da bunu silək. İndi gələk dövrəyə qalıq cədvəlinə. Yalnız nə var bizim üçün? Əsas vəsaitin kapitallaşdırılması var. 140.000 almışam, kapitallaşmam artıb. Bu rəqəm niyə burada 14.000-dir? Çünki burada sıfırın birini yemişik. Düzələcək heç. İndi gəldik dövrəyə balans cədvəlinə. İkinci əməliyyatımı verdim. Dövrəyə balans cədvəlinə baxıram. İkinci əməliyyatım nə idi? 140.000 manat əsas vəsaitim artdı. 140.000 manat kapitallaşmam azaldı. Artıq kapitallaşmada olan uzun müddətli aktivim yoxdur. Uzun müddətli aktiv çevrildi, nə oldu? Əsas vəsait. Aktivlərin yer dəyişməsi baş verdi. Sonraki mərhələ bir dənə də geri baxaq. Artıq mənim təmir xərcim yarandı. Gəlirəm təmir xərcinə baxmağa. 17.000 xərcim artdı. 17.000 də borcum artdı. 531-in üzərinə gəldi. Bayaqki rəqəmdən sonra. Burada əslində 157.000 olmalıdır. Gəlin görüm onu rəsm Z-dən geri qayıdacaq. Növbəti kontrol Z verdim. 10.500 manatlıq yığılmış amortisasiya xərcim də artdı. 10.500 manatlıq. Bu müqabilləşməklə. Gəlirəm nəticəsinə baxmağa. Yığılmış amortisasiya xərcim 10.500 artdı. Baxın uşaqlar bura. Görürsünüz? Mənfi ilə verib bizim üçün. 112-nin debit qalığını mənfi ilə verib. Mötərizəyə alıb. Niyə? Çünki 112-nin debiti yox idi. Yəni, hər hansı bir 112-nin debitində bir rəqəm yox idi ki, biz onu kreditə yazmışıq. Ona görə minuslu olduğunu. Bəli. Ona görə 112 nömrəli hesaba əks aktiv hesab deyilir. Yəni, biz birbaşa 731 debiti versəydik, 111-in krediti versəydik, hər şey əlaydı. Və yaxud da birbaşa 112-nin debitinə, 111-in kreditindən xərci versəydik, yığılmış amortisasiyanı, yenə hər şey düz idi. Amma biz aktivimizin dəyərinin birdən-bir hər dəfə azalmasını istəmirik. Çünki balansımızda aktivlərin həmişə çox görünməyini istəyirik. Eyni formatda. Çünki bəzi analizlər eləndə aktivin cəminə nisbətdə baxılıraq, orada bizə kənardan gələn investorlar rəqəmləri daha böyük görmək istəyir. Gəldi nəticəsinə baxdıq. İndi mənə lazım olan son hissə xərcin bölüşdürülməsi olacaq. Baxın, 10.500 manat yığılmış amortisasiyamız var idi. Artıq onu biz aktivin dəyərindən azaltmışıq. Əsas vəsaitin dəyərindən azaltmışıq. Gəlirik. Əsas vəsaitimiz 140.000 deyildi ilin əvvəlində. Onun 10.500-ü azaldı, qaldı 129.000. Əsas vəsaitimin dəyəri. Eyni zamanda 112-nin qalığı da oldu 0. 112-nin kreditində var, debitində var idi mi? 10.500. İndiki müxabirləşməklə də kreditləşdirdik. Yəni 112 keçdi kreditə, təzədən daha doğrusu debitə, 111 də keçdi kreditə. Baxın əməliyyatımızın. Ona görə sıfırlandı. Tək qalan şey nədir? Xərcin bölüşdürülməsi. Bundan qabaq nə idi? 129 idi da. İndi baxın, 135.000 oldu. Əsas vəsaitin dəyəri. Səbəb 5.800 manatlıq xərcimi kapitallaşdırdım. Eyni zamanda mənim 27.000-lik olan xərcim, belə də indi bir də baxaq. Xərcim nə qədərdir? 27.500 idi də. Azaldaq. 5.800 manat oldu 21.700 manat. Xərcim də azaldı eyni zamanda. İndi uşaqlar bir dənə son dokunuşu da bura eləyim, yadımdan çıxmasın. 104.000. Bu da oldu mənim verdiyim bütün müxabirləşmələrim. Yəni müxabirləşmələri
Çeki götürdüğümüz zaman yine dediğim kimi renkləri hardan seçək? Buradan seçməyə başlayaq. Hər birini ki fərqli-fərqli görəsiniz. Sonra fikriniz qarışmasın. Nə bilir? İki dənəsi qaldı, iki dənəsi qaldı səhv etmirəmsə. Getdim orada gəlib tündü seçdim. Olsun benim güzelliğim. Tamam. Yəni toplamda amortisasiya ilə bağlı verə biləcəyiniz müxabirləşmələr aktivlə bağlı bunlardır. Bəli, indi irəliki dönəmlərdə bunların vergiləri ilə bağlı olanları da əlavə eləyəcəyik. Bu da dövriyyə balans cədvəlində kompüteri çək zəhmət olmasa bu üzrə. Kompüteri götür, dəftəri qoy qırağa. Ha. Bunlar olacaq.